إن الحمد لله نحمده ونستعينه ونستغفره نعوذ بالله من شرور أنفسنا ومن سيئة أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz dəyərli qardaşlar, Allah Teala bizə sayısız hesabsız nemətlər verib. Allah Teala buyurur ki: "İn ta'uddu ni'metallahi la tuhsuha." Əgər Allahın nemətlərini sayıb qurtarmaq istəsəniz, sayıb qurtara bilməzsiniz. Həqiqətən də Allahın bizə olan nemətləri sayısız hesabsızdır və bunların ən üstünü isə Allahın bizə nəsib etdiyi, bəxş etdiyi Allahın dinidir. Hər bir müsəlmana vacibdir ki, Allahın dinini qorusun. Dini qorumanın yollarından biri də dini bidətlərdən qorumaqdır. Çünki bidət din üçün çox təhlükəlidir. Bidətin vasitəsilə insanlar haqqı batildən seçə bilmirlər. Haqq batil o qədər qarşıdır ki, insanlar hansı yolun haqq olduğunu tapa bilmirlər. Və buna görə də bidət çox təhlükəlidir və hər bir müsəlmana vacibdir ki, bu bidətdən qorunsun. Öz dinini bidətdən qorusun. Bu bidətin baş vermə səbəblərindən biri də və bir neçə səbəbləri var. Bunlardan biri və bir neçəsi inşallah biz zikr edək, xatırlayaq ki, bəzən olub ki, cahiliyyət dövrünün də olan ibadətlərin qalıqlarının sonradan İslam'a daxil olması olur. Məsələn, bu mövzu ilə bağlı olaraq Rəcəb ayında olan ibadətlər, hansı bu ibadətlər bidət sayılır və cahiliyyət dövründə də Rəcəb ayında bir çox ibadətlər olub, bunlardan biri də qurban kəsmək olub. Hansı ki, ərəb qəbilələri cahiliyyət dövründə öz bütlərində yaxınlaşmaq üçün qurban kəsərdilər. Buna Rəcəbiyyə deyilərdi. Və ələxüsusən Mudar qəbiləsi bu ayda öz bütləri üçün qurban kəsərdilər. Lakin Allah Rəsulü sallallahu aleyhi ve sellem gələndən sonra bunu qadağan etdi. Hədislər Buxari və Müslimdə gəlir, səhih hədislərdir. Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, "La fərə və la ətirə." Fərə də yoxdur, həmçinin ətirə də yoxdur. Fərə nədir? Fərə iç doğulan heyvanın qurban kəsilməsi idi. Ətirə isə həmçinin Rəcəb ayında kəsilən qurban idi. Ki, müşriklər bunu öz bütlərinin yolunda kəsərdilər. Lakin Allah Rəsulü sallallahu aleyhi ve sellem dediyimiz kimi bunu qadağan etdi. Deməyim odur ki, bəzən görürsən ki, cahiliyyət dövründəki qalıqları və ibadətləri sonradan İslam'a daxil olur. Və bu da səbəblərdən biri olur ki, dində bidətlər baş versin. Və həmçinin dindəki baş vermə səbəblərindən, yollarından da biri dinimizə daxil olan zəif və ya şiddətli zəif və uydurma hədislərin dinə daxil olması olur. Necə ki, Rəcəb ayında baş verən, yəni bu səhih olmayan hədislərdir. Düz Rəcəb ayı haram aylardandır. Allah Teala Quran-Kərimdə buyurur ki, "Minni ərbətin urum." Bu aylardan 4'ü haram aylardır. Zülqədərə, Zülhiccə, Məhərrəm və Rəcəb ayı. Və bu aylarda əlbəttə ki, haram aydır, cahiliyyət dövründə də müharibələr, qətillər dayanırdı. Hətta bu aylardan qəbilələr arasında baş verən müharibələr, qətillər dayanırdı. Baxmayaraq ki, intiqam da olsa belə, onlar qətilləri bu ayda saxlayardılar. Və dediyimiz kimi, bəzi ibadətlər var ki, Rəcəb ayında keçirilir. Bu barədə alimlər buyururlar ki, İbn Teymiyyə rəhməhullah buyurur ki, Rəcəb ayının fəziləti barədə olan oruç tutmaq olsun, hansı ki, Rəcəb ayının ilk 3 günü oruç tutulur. Bu barədə olan oruç tutmaq olsun, oruç tutmaq barədə olan hədis çox zəifdir, hətta şiddətli zəifdir. Həmçinin İmam Nəvəvi rəhməhullah buyurur ki, Rəcəb ayının fəziləti barədə oruç tutmaq olsun, və yaxud da namaz qılmaq olsun və xüsusi zikirlər, dualar barədə gələn heç bir səhih hədisi yoxdur. Nə varsa, ya hədislər zəifdir və ya da şiddətli zəifdir, hətta hədislər uydurmadır. Və yaxud da ki, məsəl üçün, Rəcəb ayında demək, ilk cümə günü məğriblə işə arasında qılınan namaz. Buna rəğayib namazı deyilir. Və bu namaz barədə isə alimlər buyururlar ki, İbn Əl-Cəvzi buyurur ki, bu barədə yəni hədis çox şiddətli zəifdir və ya da uydurmadır və bidətdir. Və həmçinin İmam Nəvəvi rəhməhullah buyurur ki, bu böyük bidət sayılır və bunu aldanmaq olmaz. Yəni səhih heç bir dəlil yoxdur. Ki, rəğab namazını
qılınması barədə səhih heç bir dəlil yoxdur. Həmçinin də ki, Rəcəb ayında 27-si, yəni Meyrad İsra gecəsi deyirlər. Bu həmən ayda, həmən günü də 27-si gecəsi dualar və ya gecəli ibadətlərdə dualar keçirirlər. Lakin bu barədə qəti dəlil yoxdur. Hətta bəzi alimlər deyiblər ki, ehtimal var ki, bu olub Ramazan ayında deyənlər var, Şəvval ayında deyənlər var. Yəni qəti heç bir dəlil yoxdur. Deməyimiz olur ki, bu ayı Rəcəb ayını xüsusiləşdirərək ibadətdə keçirmək üçün bizə lazımdır dəlillər səhih olsun. Səhih dəlillər olsun. Çünki səhih olmayan dəlillərlə ibadət eləmək nədir? Olmaz. Çünki bidətlərə atılan qapılardan ən böyüyü nədir? Zəif, alimlər deyir ki, bidətlərə atılan ən böyük qapı nədir? Zəif rivayətlərin rivayət edilməsi. Məscidlərdə, xutbələrdə zəif rivayətlərin, uydurma rivayətlərin rivayət edilməsi, danışılması bidətlərə atılan böyük qapılardan biri olub. Ona görə də hər bir müsəlman bundan çəkinməlidir. Çünki bidət dediyimiz kimi çox təhlükəli məsələdir, ciddi məsələdir. Bu barədə hər bir müsəlman ehtiyatlı olmalıdır, diqqətli olmalıdır ki, yəni bu çətinliklərə düşməsin, yəni bu bidətlərə düşməsin. Bu barədə alimlərin sözləri çoxdur, kəlamları çoxdur. Və bəzən görürsən ki, bəzi insanlar deyirlər ki, bu ibadətlər daha doğrusu xoş niyyətlə baş verir. Yəni burada heç bir pis niyyəti yoxdur. Lakin alimlər deyir ki, onsuz da bidətlərin bəziləri, yəni çoxusu xoş niyyətlə baş verir, lakin cahil insanlar tərəfindən, cahil insanların təbliğatı nəticəsində ortaya çıxır. Çünki xoş niyyətli olmaq o demək deyil ki, hər hansı bir insan öz istədiyi, yəni özündən çıxartdığı bir ibadətlərlə, ya özündən çıxartdığı olsun və yaxud da ki, zəif, uydurma rivayətlərlə Allaha yaxınlaşsın, Allaha ibadət eləsin. Yəni bu qəti qadağandır. Çünki alimlər deyir ki, İslam din istinad dinidir. Yəni səhih dəlillərə dayanmalıdır ibadətlər ki, sən o ibadətləri xüsusiləşdirərək həyata keçirəsən. Və Rəcəb ayında da gələn nə qədər ibadətlər var, xüsusiləşdirərək keçirməli olan ibadətlərin çoxusu demək, hamısı demək olar ki, zəif ya da ki, uydurma hədislərə dayanmışdır. Və ona görə də hər bir müsəlman bu barədə diqqətli olmalıdır. Və bəzən deyirlər ki, məsələn, misal çəkə bilərək bu barədə ən çox məsələn rast gəldiyimiz bidətlərdən biridir. Deyirlər, cümə günü bir-biri təbrik etmək, bayram mübarək demək. Yəni, deyəndə ki, qardaş, demək olmaz. Deyirik ki, burada nə pis şey var ki, bir-biri təbrik edirik, hər bir müsəlmanın bayramıdır. Lakin bu barədə nə Allah Rəsulü s.ə.v, nə də sahabələr bir-birinə belə sözlər deməyiblər, təbrik etməyiblər. Əgər o vaxt bu olmayıbsa, bunu indi etmək olmaz. Heç kim haqqı yoxdur ki, Allah Rəsulü s.ə.v demədiyi, sahabənin eləmədiyi bir əməl etmək. Və hər bir müsəlman bu barədə diqqətli olmalıdır. Və həmçinin Allah Rəsulü s.ə.v həmişə hər xütbəsində öz ümmətini bidətdən çəkindirmişdir. Və hər bütün xütbələrinin sonunda Allah Rəsulü s.ə.v bu kəlamla bitirib, yəni öz xütbəsini bu sözlə bitirib ki, hər bidət nədir? Zəlalətdir, hər zəlalət oddadır. Bu da onu göstərir ki, Allah Rəsulü s.ə.v hər xütbəsində bununla bitirilməsi, bunun nə qədər təhlükəli olduğunu və buna ümmətinə nə qədər bu barədə diqqətli olduğunu bildirmişdir. Hər bir müsəlman da bu barədə diqqətli olmalı və bidətin nə qədər təhlükəli olduğunu başa düşməlidir. Allah təala bizə eşidib faydalan qullarını eləsin. Subhanallah, bihamdik, əşhədü ən la ilahə illə ente, estəğfiruke və etûbü ileyk.